Herkese salam. Bugün sizinle fərqli bir mövzuda görüşürük. Holyland markasının Lark M2 mikrofonu haqqında danışacağıq və sizinlə birlikdə mikrofonu incələyəcəyik. Təbii ki, biz sizdən öncə mikrofonun qutusunu açmışıq və hətta bu videonu da o mikrofonla çəkirik. Rəylərdə bizə mikrofon barəsində, səs barəsində fikirlərinizi bildirməyi unutmayın. Gəlin başlayaq. Qutunu açan zaman bizi belə bir görüntü qarşılayır. Baxın, burada götürək əlimizə. Bu gördüyünüz başlıqlar telefona taxmaq üçündür. Type-C və iPhone girişi olan başlıqlar var. Biri bizdə telefona taxılıdır, bir də buradadır. İki başlığımız var və bizi belə bir qutu deyək, gəlin buna, qutu qarşılayır. Açdığımız zaman içində gördüyünüz kimi, baxın, bundan 2 ədəd olur, yəni balaca mikrofon, günlük çəkilişlərimizi istifadə edirik, yaxamıza taxırıq və mikrofonumuz hazırdır. Digəri isə professional kameralar üçün olan mikrofonumuzdur. Onu da qoyuruq yerinə və burada olan, baxın, qutunu açan kimi hər ikisində yaşıl işıq yanır. Yəni bu deməkdir ki, bunlar artıq aktivləşiblər və burada gördüyünüz onun zaryadka dərəcəsini göstərir və 40 saata qədər mikrofonla biz çəkiş edə bilərik, zaryadka saxlayır yəni. Daha sonra biz bunu bu qutusunu buradan qaldırdığımız zaman bizi belə bir sumka deyək, çanta deyək, balaca bir çanta qarşılayır. Gəlin baxaq içində nələr var. Sırayla gedək. Baxın, çəkiliş zamanı ola bilər ki, bizim köynəyimiz və yaxud da pencəyimiz, geyimimiz müsait olmasın çəkilişə. Bu zaman biz bu seplərdən istifadə edəcəyik. Baxın, 2 ədəd sepdir. Nə edirik? Heç nə. Sepi boynumuza taxırıq və götürürük mikrofonumuzu sepin üzərində olan maqnitə yaxınlaşdırırıq. Baxın, yaxınlaşdırdım və mikrofonum işləyəcək, səsimi yazacaq. Bu formada. Daha sonra, məsələn, məndə tişörtdür və buna görə də mikrofon rahatlıqla taxa bilirəm. Amma əgər ola bilər ki, məndə taxa bilməyim rahatlıqla və yaxud da pencək olsun, pencəyin kənarını taxmaq istəyirəm. O zaman bizə belə bir yaxalıqlar deyək, bunlar kömək eləyəcək. Baxın, bu formadadır və mən mikrofonumu, baxın, bu mikrofonumun maqnitidir. Mikrofonun maqnitini taxıram bura, üstünə mikrofonu taxıram və bunu da yaxama taxdığımız zaman rahatlıqla çəkilişimi edə biləcəm. Unutmadan onu da qeyd edim ki, burada, baxın, telefonu taxdığımız girişlərin altında sarı bir düymə var. O düyməni vurduğumuz zaman ətraf səslərin exoları və yaxud da ətrafda olan gürültünü azaldacaq. Amma çox tövsiyə olunmur buna istifadə etmək. Niyə? Çünki eyni zamanda bizim səsimizi robotlaşdıra bilər. Ona görə bundan çox istifadə etmirik. Daha sonra nələri var? Belə bir külək keçirməz deyək, səs keçirməz deyək, belə bir puflarımız var. 2 ədəddə gördüyünüz kimi bir mən də taxmışam ki, ətraf səsləri keçirməsin. Daha sonra bu professional kamera olan çəkilişlər üçün olan mikrofonumuz üçündür. Bu da normalda bunu, yəni qutumuzu zaryadkaya taxmaq üçün istifadə edirik bu formada. Və gündəlik çəkilişlərimizə də gedən zaman bütün bu əşyaları yığmaq üçün olan çantamız və ən maraqlısı, ən gözəli, baxın, bu gördüyümüz stikerlərdir. Sarı formasında belə stikerlərimiz var və yaxud da rəngli formasında var. Və desək ki, məsələn, mən stiker istəmirəm, eyni zamanda da çöl çəkilişində olmayacam deyə pufdan istifadə etmək istəmirəm. O zaman, baxın, ağ və qara formasında olan stikerlərimiz var. Bunları nə edirik? Məsələn, ağ köynək geymişəm, ağ tişört geymişəm, taxıram mikrofonun üzərinə və taxıram yaxama, mikrofon olduğu bilinmir. Və yaxud da qara tişört geymişəmsə, qarasın. Sizə hansı uyğundursa. Hazırda çöl çəkilişindəyik və külək keçiricini taxmamışıq, səsi yoxlamağa çalışırıq. Nə dərəcədə ətraf səslərin düşdüyünü bilmirəm. Külək keçiricini taxmışam. Ətraf səslərin nə dərəcədə düşdüyünü yenə də bilmirəm. Sizinlə bir yerdə öyrənəcəyik. Bundan sonra bütün çəkilişlərimizi Holyland markasına olan Lark M2 mikrofonu ilə çəkəcəyik və fərqi sizinlə bir yerdə gələcəyik. Hələlik!